Bismillah. Keçən dəfə dedik ki, Allaha iman eləmək özü 4 şeydir. Allahın mövcudluğuna iman eləmək, onu da 4 yerə böldük ki, kimsə soruşsa ki, Allahın varlığına dəlil nədir? Dedik ki, fitrətdir, ağıldır, şəriətdir, hissdir. Bunlar hamısı dəlalət edir ki, Allah Taala mövcuddur, Allah Taala var. Və sonra Allaha iman deyəndə ikinci şey Allahın rububiyyəsinə iman eləməkdir. Baxın qardaşlar, istənilən insan, yaradılmış məxluq, Allah Subhanahu wa Taala'nın varlığına inanır. İstər o onu inkar eləsə də, istər təkəbbürlük göstərsə də bu, yəni Allah Taala'nın insanın fitrətinə saldığı bir imandır. Hətta ateistlər belə, biz keçən dərsdə demişdik ki, hətta ateistlər belə, onlar əslində iman, demirəm onlarda iman var. Sadəcə Allahın varlığına inanırlar. Onların o şeyləri inkar etməsi onların kibrindəndir bəzən. Və yaxud da ki, cahilliyindəndir. Çünki yer üzərində Allah Subhanahu taala kimsə fitrətinə, yəni bütün insanları o fitrət üzrə yaradır ki, Allahın mövcudluğuna iman eləmiş şəkildə. Hətta fikir verin, Firon belə Allahın varlığına inanırdı. Hansı ki, deməli, dəniz onu örtəndə nə dedi? Dedi, Musanın Rəbbinə sağ ol, iman edirəm. Amma Allah Subhanahu taala onu tövbə eləməyə müvəffəq eləmədi. Yəni fikir verin, hətta yer üzərinin ən qatı tağutu belə, şeytanı belə, yəni Allahın varlığına, hətta ateistləri qoy qırağa, yəni Allah Subhanahu taalanın düşməni, bizim düşmənimiz, şeytan belə Allahın varlığına iman eləyir. Allahın varlığına iman eləyir. Və yadınızda saxlayın ki, məlumat olaraq qardaşlar, bunu inşallah yazıb göndərəcəm. Allahın varlığına iman eləmək, bu mühüm məsələdir. Allahın varlığına iman eləmək insanı İslam'a daxil eləmir. Məsələn, bir insan desə ki, mən iman edirəm ki, Allah var. Biz ona deyirik ki, sənin bu cür mücərrad iman eləməyin, inanmağın ki, Allah var, səni müsəlman eləmir. Ta ki, sən, biz Allaha iman 4 şeydir deyə bayaq Hüsnü qardaş saydı. Bax, o 4 şeyə iman eləmədikcə, sən İslam dairəsinə girə bilmirsən, qıraqda qalırsan. Mütləq ona görə biz bunu deyirik ki, Allaha inanmaq deyəndə, mütləq sən bu 4 dənə şeyi bilməlisən və 4 dənə şeyə iman eləməlisən. Allahın mövcudluğuna iman eləməlisən ki, Allah Subhanahu taala var. Allahın rububiyyəsinə iman eləməlisən, indi gələcək rububiyyə nə deməkdir? Uluhiyyəsinə iman eləməlisən və ad və sifətlərinə iman eləməlisən ki, ondan sonra desinlər ki, sən müsəlmansan. Allahın mövcudluğundan sonra ikinci məsələ Allaha iman, rububiyyə. Rububiyyə Rəblik deməkdir, ağalıq. Rəbb sözün mənası nədir? Ağa, tərbiyə edən, qullarını tərbiyələndirən. Və Allah Subhanahu wa Taala Rəbbdir, hər şeyin yaradanıdır, hər şeyin xaliqidir, yağışı yağdıran, ruzi verən, övlad verən. Və bu sifətlər rububiyyənin dəlilidir. Yəni, rububiyyə bu deməkdir. Rəblik bu deməkdir ki, Allah Taala bütün işləri idarə edəndir, əmr edəndir və yaradandır. Sizdən soruşsalar ki, Rəbb nə deməkdir? Deyirsən ki, Rəbb odur ki, yaradan, idarə edən və mülk sahibi olan. Yaradan, idarə edən və mülk sahibi olan. Bir insan rububiyyə tövhidinə iman eləyəndə, iman elədim deyəndə bu 3 dənə şeyə mütləq iman eləməlidir. Bu digər məsələlər hamısı buna aiddir. Sən iman eləməlisən ki, yalnız Allahdır yaradan, yalnız Allahdır ruzu verən, yalnız Allahdır işləri idarə edən. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, Ələ ləhul xalqu vəl əmr. Allahdır yaradan və əmr edən. Və başqa ayədə buyurur ki, Zəlikumullahu rabbukum lehul mulk. Vəllezine ted'un min dunillahi mə yemlikun min qitmir. Buyurur ki, Allahdır sizin Rəbbiniz, lehul mulk və yerin göyün mülkü onun əlindədir. Allahdan qeyrisini çağıranlar, vəllezine ted'un min duni. Allahdan qeyrisini çağıranlar. Yəni çağıranlar burada ümumi mənadadır. Yəni həm ibadət eləyən, həm dua eləyib çağıran hər şey nəzərdə olur. Mə yemlikun min qitmir. Hansı ki Allah Taala demək istəyir ki, siz ki bax Allahdan qeyrisinə dua edirsiniz, Allahdan qeyrisini çağırırsınız, Allahdan qeyrisinə ibadət edirsiniz. O ibadət elədiyiniz hər nə olursa olsun,
İstər insan olsun, istər daş olsun, istər ağac olsun, fərq eləmir. Allah Teala deyir ki, onlar qitmir. Nə deməkdir qitmir? Yəqin ki, görürsünüz, o xurmanı yeyirsən, xurmanın yeyəndən sonra çərdəyinə fikir verin, üstündə pərdə kimi şey olur. Görmüsünüz onu? Həmən o pərdənin adıdır o. Allah Teala deyir ki, ona da sahib deyirlər. Bax, sizin o Allahdan qeyrisini çağırırsınız, o çağırdıqlarınız ona da sahib deyirlər. Və fikir verin, həm istər əcnəbi olsun, istər ərəb olsun, fərq eləmir. O həmən o xurmanın o lifi yoxdur, pərdəsi. Onun heç bir dəyəri yoxdur. Bax, fikir verin, hətta xurmanı Allah Teala həqiqətən hikmət sahibi, gör necə misal çəkir, subhanallah. Ki, yəni elə bir şey misal çəkir ki, o insan, Allah demədi, onun evi yoxdur, onun filan mülkü yoxdur, onun feşman mülkü. Allah Teala elə bir şey misal çəkir ki, yəni o şey insanlar qatında ən dəyərsiz şey olsun. Hətta o ən dəyərsiz şeyə belə sahib deyirlər. Yəni Allah Teala demək istəyir ki, onlar nədirlər? Kasıbdırlar. Fəqirdirlər, Allaha möhtacdırlar. Sizin kimi qullardılar. Və fikir verin, o niyə görə dəyərsizdir? Niyə görə çərdəyin özünü misal çəkmədi? Çünki çərdək, o yəqin görmüsünüz, artıq o indiki zamanda xurmanın çərdəklərindən də kofe düzəldirlər. Görürsünüz elə bir şey. Amma hətta o çərdəkdən də kofe düzəldən zaman o üstündəki o lifi, o həmən pərdəni çıxardıb tullayırlar. Niyə görə dəyərsizdir? Fikir verin, Allah Teala nəyə misal gətirir ki, hətta onlar ona belə sahib deyirlər. Yəni siz elə bir məxluqata yalvarır, elə bir məxluqata dua edirsiniz ki, Allaha şərik qoşursunuz ki, o heç bir şeyə malik deyil. Hansı ki, Allah Subhanahu Teala bunun əksi olaraq, Allah Teala yerin göyün mülkü Allahın əlindədir. Elə ayənin əvvəlində fikir verin, Allah nə ilə başladı? Budur sizin Rəbbiniz, Zəlikumullahu Rabbukum. Allah da sizin Rəbbiniz, Ləhul Mulk. Allah Teala mülkü özünə nisbət elədi. Yəni demək istəyir ki, yerin göyün mülkü Allahın əlində olduğu halda sən gedib səndən də aşağı olan, hansı ki sən müəyyən bir şeyə sahibsən. Bu günlərim sənin mülkün ola bilər, varın ola bilər, evin, eşiyin, maşının. Amma sənin Allahdan başqa dua elədiyin, heç sənin belə sahib olduğun şeylərə sahib deyirlər. Görün, subhanallah, Allah subhanallah ayəsini necə insanlara çatdırır ki, bəlkə fikirləşələr. Və sonra, qardaşlar, rububiyyə tövhidi, yəni Rəblik tövhidi, dedik ki, bu da nədir? Allah Teala yaradandır, ruzu verəndir, öldürəndir, dirildəndir və s. Rububiyyə tövhidi bu deməkdir, Rəblik tövhidi. Bu rububiyyə tövhidini yadınızda saxlayın ki, qəbul etmək, bir insan desə ki, mən qəbul edirəm, qardaş. Allah Teala mövcuddur. Bunu keçdik. Dedik ki, yox, hələ sən müsəlman olmamısan. Allahın mövcudluğuna iman eləmək insanı müsəlman eləmir. Sonra dedik ki, yaxşı qardaş, mən qəbul edirəm ki, rububiyyə də var. Allahın rububiyyəsi də var. Allahdır yaradan, Allahdır öldürən, Allahdır dirildən və s. Biz deyirik ki, bu da səni İslama daxil eləmir. Çünki əgər insan rububiyyə tövhidinə, yəni Allahın yaradan olmasına, yeganə ruzu verən olmasına iman eləmək, inanmaq, insanı müsəlman etsəydi, Məkkə müşrikləri müsəlman olardılar. Yaxşı, biz bunu hardan götürmüşük? Quran-ı Kərimdən. Allah Teala buyurur ki, وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ لَيَقُولُنَّ اللّٰهِ. Onlardan soruşsan ki, yeri göy kim yaradır? Onlar mütləq deyəcəklər ki, Allah. Baxın, deməli, ərəb dili qrammatikasında belə bir şey var. Fikir verin, orada biz dedik ki, لَيَقُولُنَّ. İndi sizə bir dənə, mən daskanı açım. Orada bir şey izah edəcəm. Bismillah. Görürsünüz, burada hamımız da çıxdı. Hə. Deməli, qardaşlar, baxın, Allah Teala ayədə deyir ki, وَلَئِنْ سَأَلْتَهُمْ. Əgər onlardan soruşsan, mən xələqa, kim yaratdı? Əs-səməvati vəl-ərda, yeri və göyü kim yaratdı? Allah Teala demək istəyir ki, ey Muhammed sallallahu aleyhi ve sellem, sən onlardan soruşursan ki, yeri, göyü kim yaratdı? Və yaxud da ki, soruşsan,
Allah Teala cavab verir ki, lə yəqulunnə. Bax, fikir verin. Lə, göstərəm. Lə, bir dəqiqə. Neyse, elhamdülillah yazılmadı. Deməli, lə, lə yəqulunnə. Fikir verin qardaşlar. Buradakı feilin özü, ərəb dilində feil nədir? Hərəkətdir də, eləmi? Bir şeyin hərəkətin icrasıdır. Burada deməli feilin özü yəqulunə sözüdür. Fikir verirsiniz, baxırsınız. O feilin özüdür. Allah Teala bunların o cavablarına 2 dənə hərf əlavə eləyib. Birincisi lə, lə. İkincisi bir dənə də nun. Olub şəddəli nun. 2 dənə birləşəndə olub şəddəli nun. Nə olub? Lə yəqulunnə. Lə yəqulunnə. Bu nə deməkdir? Bax, birinci bu ləm və bu nun. Birləşib olub tevkid. Əgər tevkid nədir? Mənanı qüvvətləndirmək deməkdir, qardaşlar. Əgər desəydi ki, Allah Subhanahu taala yəqulunə Allah. Bu, burada qüvvətləndirmə yox idi. Allah Teala bir sözdə 2 dənə qüvvətləndirmə əlavə elədi. Birincisi başdakı ləm və axırdakı şəddəli nun. Bu bilsiz nə deməkdir? Bu bilsiz nə deməkdir? Fikir verin. Ona görə Quran-ı Kərimdə o bir dəfə şeyxlərdən birinə deyirlər ki, Quran-ı Kərimdə hərf barədə soruşurlar. Deyirlər ki, o hərfin mənası yoxdur da. Şeyx əsəbləşir, deyir ki, Allah Teala dinlətər, yəni ayə nazilləyib. Hər hərfində deyir hikmət var. Hər hərfində məna var Quran-ı Kərimdə. O 2 dənə hərfin o ayə, o həmən feilə əlavə olması o deməkdir ki, bax, onlar mütləq və mütləq deyəcəklər ki, Allah. Bax, bu deməkdir. Onlardan soruşsan, yeri göy kim yaradıb? Onlar deyəcəklər yox. Mütləq və mütləq deyəcəklər ki, Allah. Lə yəqulunnə Allah. Elə də oldu. Onlardan soruşuldu, onlar dedilər ki, yer göy yaradan Allahdır. Bəs yaxşı, onların bu cür iqrar etməkləri, deməkləri, iman etməkləri, onları müsəlman elədi mi, qardaşlar? Elədi mi? Cavab verin. Barakallahu fikum. Onları müsəlman eləmədi. Bəli. Ona görə ki, üçüncü bir məsələ var idi ki, mütləq ona iman eləməliydilər. Onlar eləmədilər. Onlar onunla qalmadılar ki, onlar desinlər ki, mən iman eləyirəm Allaha. Mövcuddur Allah. Məkkəm bəzi insanlar var ki, hansı ki o bidət firqələri, elə şiələrin özləri deyirlər ki, onlar deyə Allaha inanmırlar. Yox, sən bunu hardan çıxartmısan? Onlar Allaha inanırdılar. Onlar demirdilər ki, Allah yoxdur. Məkkə müşrikləri demirdilər ki, Allah yoxdur. Səhvdir bu. Allaha iman edirdilər. Nəsə səs gəlir. Şərik qoşulur. Aysa o. Şərik qoşurdular. Onlar Allahın varlığına inanırdılar. Allahın rububiyyəsinə. Ondan soruşanda ki, kim yaradıb səni? Deyirlər Allah. Fikir ver. And sən də bizə də and içirdilər. Kəbənin Rabbinə and olsun ki. Fikir ver. Yaxşı, nə idi məsələ ki? Nə idi problem ki? Onlar o müşrik olmaqdan çıxa bilmədilər. Allah Teala dedi ki, siz müşriksiniz. Onlar çünki uluhiyyədə Allaha şərik qoşurdular, arkadaşlar. Uluhiyyədə Allaha şərik qoşurdular. Uluhiyyədə nə deməkdir? İbadət deməkdir. İbadət tövhidi. Ona görə də toparlayası olsaq, Allahın mövcudluğuna inanmaq və yaxud da ondan sonra rububiyyəsinə inanmaq insanı İslam dairəsinə salmır. Ta ki sən ibadətdə Allahı təhləşdirmədikcə. Mühüm olan budur. Bu günlərin biz o həmən istər
özlərini əhlüsünnəyə nisbət edən sufilər olsun, istər digər rafizlər olsun, şiələr olsun, fərqi yoxdur. Biz Salam əleykum və rəhmətullah. Aleykümselam. Deməli, biz etiraz eləyəndə ki, onlara ki, qardaş, Allahdan qeyrisini çağırmayın, Allahdan qeyrisinə ibadət eləməyin. Bugün bizim onlarla olan davamız, onlarla olan mübarizəmiz. Peyğəmbər sallallahu aleyhi və səlləm və bundan qabaqki bütün rasulların öz qövmləri ilə olan davası idi. Öz qövmləri ilə olan davası idi. Subhanallah, fikir verin. Yəni, onlar öz qövmlərinə gəlib nə deyirdilər? Ey qövmüm, Allaha şərik qoşmayın. Yaxşı, deyəndə ki, ey qövmüm, Allaha şərik qoşmayın. Onlar hansı tövhidi qəsd edirdilər? Uluhiyyət. Bəli. Onlarını başqa şəxslərə yönəldirdilər. Bəli, bəli. Allahdan qeyrisinə ibadət edirdilər. O ibadətdə Allaha şərik qoşurdular. Bax, ona görə də Allah Teala onların o rububiyyəyə və yaxud da ki, Allahın o varlığına iman etmələrini, o imanlarını Allah Teala qəbul eləmədi. Ta ki, onlar Allaha uluhiyyədə təkləşdirmədikcə. Ona görə də bax, fikir verin, sizə bir dənə fayda deyəcəm inşallah. Hansı ki, biz deyirik, birinci məsələ. Məkkə müşrikləri, bəzi adamlar var, deyirlər ki, Məkkə müşrikləri rububiyyədə tövhid əhli idilər. Yəni, onlar %100 rububiyyəyə iman edirdilər. Bu xətadır, yadınızda saxlayın. Çünki Məkkə müşrikləri rububiyyədən bəzi qisminə iman eləsələr də bəzi qismini inkar edirlər. Bəzi qisminə inanırdılar ki, onlardan soruşanda ki, yeri göy kim yaradıb, deyirlər Allah. Amma rububiyyədən olan bəzi şeyləri inkar edirlər. Bax, insanın öldükdən sonra dirilməyi var, bu rububiyyə məsələsidir. Allah buna qadirdir, yəni. Bu Allahın işlərindəndir. Onlar deyirdilər ki, nə deyirdilər? Allah Teala Yasin surəsində xəbər verəndə nə deyirdi? Deyirdi ki, onlar Allah Teala'nı yəni özlərinə görün, yəni necə cürət eləyərək, bir dəqiqə aya baxan. Nəsiyə xalqa. Allah Teala görün Quran-ı Kərim nə deyir Yasin surəsində? Və darab lənə məsələn və nəsiyə xalqa. O deyir, bizə bir misal çəkdi, deyir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir bir nəfər müşriklərdən, əlində çürümüş sümük olur. Fikir verin. O deyir, öz yaradılışını unutdu və bizə misal verdi. Yəni, insan cürətinə bax. Qalə mən yuhyil izamə və hiyə ramim. Deyir, bu çürümüş sümükləri kim dirildə bilər? Və sonra deyir, əlindəki o sümüyü deyir, oxaladı belə, tökdü yerə. Deyir ki, bunu kim dirildəcək, deyir. Allah Teala ona cavab verdi. Subhanallah. Allah Teala deyir ki, "Qul yuhyihəl-ləzi ənşəəhə əvvələ mərrə. Və huve bikulli şeyin və huve bikulli xalqin alim." Onları ilk dəfə yaradan Allah onu diriltməyə qadirdir. Və o hər bir məxluqu yaxşı tanıyandır. Fikir verin, ona görə də məsələn qullardan, bizim yəni insanlardan biz deyirik ki, bir işi görəndə demək ki, bu işi mən yaratdım. Yaratmaqla icad eləmək arasında fərq var, qardaşlar. Yaratmaq bir şeyi yoxdur, sən olmayan bir şeyi ortaya çıxartmaq deməkdir. Amma icad etmək olan bir şeydən nə isə cəm eləmək deməkdir. Baxın, məsələn, bu ruşqanı icad edən adam. Biz demirik bu ruşqanı yaradan. Çünki bu ruşqanı icad edən adam üçün nə lazımdır? Plastik lazımdır, bu material lazımdır elə ki, bunu düzəldə bilsin deyə. Bunu yoxdan var eləyə bilər? Eləyə bilməz. Olan bir şeyi birləşdirib bu hala gətirib. Ona görə də biz məxluqların nisbətdə deyirik ki, heç kəs deməsin ki, mən bunu yaratdım. Bəzi o cahil adamlar deyirlər, məsələn, falan şeyi yaradıb. Yaradan deyə bu. Yaradıb da oğlan, məsəl üçün, çox dərinliyə getmirəm. Biz deyirik ki, bu icazəli deyil. Sən bunu yaratmaq kəlməsi Allaha məxsusdur. Aydındır. Məsələn, nəsə iş görür, proyekt eləyir, deyir ki, bu proyekti mən yaratdım. Yox, eləmə qardaş, sən bunu yaratmamısan. Olmayan şeyi ortaya çıxartmamısan, olan bir şeyi birləşdirmirsən. Aydındır. Və biz də deyirik ki, bu yaratmaq var, bir də ki, icad eləmək, sonradan birləşdirmək. Bunların hansı daha çətindir? Kim deyər? Yaratmaq əlbəttə. Əlbəttə ki, yaratmaq daha çətindir.
Gör, subhanallah, Allaha gör nəyi acizliyi nisbət edir. Hansı ki, o öz yaradılışını unudub ki, o nədən yaranıb? Yoxdan yaranıb. Aydındır? Ona görə də Allah Taala əgər, bunu yaxşı yadınızda saxlayın, bir şeyi yoxdan yarada bilirsə, Rəbb olaraq, yaradan olaraq, bir şeyi yoxdan yarada bilirsə, o onun üçün sonradan birləşdirmək nədir ki? Subhanallah. Kəşke insan başa düşə biləydi bunu. Ona görə birincisi çətin olan eləyirsə, asan olan eləməyə nə var ki? Aydındır? Barakallahu fikum. Və sonra deyir ki, ikinci məsələ, bu birinci məsələ idi. Birinci məsələ nə oldu? O oldu ki, müşriklər, Məkkə müşrikləri rububiyyədə də onların axsaqlıqları var idi. Hansı ki, onlar öldükdən sonra dirilməyi inkar edirdilər. Ona görə də biz deyirik ki, Allah Taala bizə xəbər versə də, onlar Ona görə də biz deyirik ki, onlar, Məkkə müşrikləri Allah Taala'nın rububiyyə tövhidinə yarımçıq iman edirdilər. Bəzilərinə iman edir, bəzilərinə yox. Kim gəlib sizə desə ki, Məkkə müşrikləri Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında rububiyyədə inanırdılar. 100%, o xətadır. Deyirsən ki, qardaş, öldükdən sonra dirilmək də rububiyyətdə və niyə inanmırdılar? Başa düşdü? İkinci məsələ. Və bunu da yadda saxlayın. İnşallah bunu yazacağam. Əzbərləyirsiniz. Bir insanın, diqqətlə qulaq asın. Bir insanın uluhiyyə tövhidində, yəni ibadətlərində Allaha şərik qoşması, biz deyirik ki, o təkcə uluhiyyədə yox, ibadət tövhidində yox, həm də rububiyyədə Allaha şərik qoşub. Bir də təkrar edirəm. Məsələn, rububiyyə tövhidi biz dedik ki, insanın iman eləməsidir ki, Allah Taala işləri idarə edəndir, ruzu verəndir, yaradandır, öldürüb dirildəndir, eləmi? Buna iman eləyəndən sonra keçdi ikinci mərhələdə Allaha şərik qoşdu. Getdi qəbrə səcdə elədi və yaxud da qəbirdən yardım dilədi. Qəbirdən uşaq istədi, övlad istədi, ruzu istədi. Biz deyirik ki, sən təkcə uluhiyyədə yox, rububiyyədə də şirkə düşmüsən. Bax, gedir Hüseyndən övlad istəyir, Əlidən övlad istəyir. Biz deyirik ki, sən nəinki uluhiyyədə, sən rububiyyədə də Allaha şərik qoşmusan. Deyir ki, niyə? Mən axı inanıram Allah ruzu verəndir, Allah yaradandır, Allah öldürüb dirildəndir. Niyə mən rububiyyədə şərik qoşdum ki Allaha? Kim cavab verə bilər buna? Yaratmaqda tək etmək lazım. Yəni bir dənə Allah yaratır. Düzəltdirmək, yaratmaqda. Yalnız Allah yarada bilər. Yəni bir şərik qoşdurum, yaratmaqda başqasından istəmir. Həm Allahın yaratmağını qəbul edir, həm də kəslərdən istəyir. Yəni Allahdan qeyrisi də göy yaradır. Ay sağ ol. Əhsən sənə qardaş. Barakallahu fik. Yəni bu adam demiş olur, bax yadınızda saxlayın. Uluhiyyədə Allaha şərik qoşan adam var. Yəni Hüseynə çağırır da, ondan nəsə istəyir. O adam mütləq Allahın o sifətləri yoxdur. Allah Taala ruzu verəndir, yaradandır. Hə? Gəl götürək yaratmaq sifətini. Gedir deyir ki, ey Hüseyn, qapına gəlmişəm, mənə övlad ver. Vaqiət də, yəni bu baş verən şeydir. Bu uzaq bir şey deyil ki, biz bilirik ki, onlar bunu eləyirlər. Nə qədər də bəziləri inkar eləsə də gedib eləyirlər yəni bunu. Hə. Fikir ver qardaş, subhanallah. Yəni o insan, o həmən Hüseyndən ki, övlad istəyir. Biz deyirik ki, o adam Hüseynə Allahın rəblik sifətlərindən bir sifət verib. Allahu akbar. Allahın rəblik sifətlərindən bir sifət verib. Nədir? Yaratmaq, övlad vermək. La ilahe illallah. Görün, yəni şirkin təhlükəsinə baxın qardaşlar. Ona görə də Allah Subhanahu taala, yəni hətta bu tövhid kitablarında da belədir. Muhammed ibn Abdülvahhabın 3 əsasda gətirir ki, Allah Taala'nın ən əzəmətli əmri tövhiddir. Elə bir əmr yoxdur ki, tövhid qədər önəmli olsun. Çünki yerin göyün yaradılması, insanların yaradılması buna görədir. Və ən əzəmətli çəkindirdiyi şey də şirkdir. Hansı ki Allah Taala deyir ki, İnnəllaha la yaghfiru an yushraka bih. Allah Taala şirki əbədiyyən bağışlamayacaq, qardaş. Və men yushrik billahi faqad harramallahu alayhi'l cennə. Kim Allaha şərik qoşdusa, artıq cənnət onun üçün haramdır. Haramdır. Allah Taala haram eləyir. Yəni şirk bu qədər təhlükəli şeydir. Allahdan afiyət diləyirik. Allah Taala dua edir ki, Allah Taala bizi şirkdən qorusun, onun aqibətindən qorusun, şirk əhlindən qorusun. Allah Taala bizim bilərək, bilməyərək, gizlində və aşağıda əgər şərik qoşmuşsa Allaha, Allah Taala bizləri əfv etsin, bağışlasın bizə Rəbbimiz. Həqiqətən də şirk ən böyük, ən əzəmətli günahdır qardaşlar. Və bundan başqa istənilən günah Allah istənilən quluna bağışlayır. Ancaq şirki bağışlamır. Barakallahu fikum. Deməli,
İkinci məsələdə də dedi ki, deməli kim ki Allaha uluhiyyədə şərik qoşursa, o nəinki uluhiyyədə, o rububiyyədə də Allaha şərik qoşmuş olur. Çünki qardaşımızın dediyi kimi, Allaha uluhiyyədə şərik qoşan insan o şərik qoşduğu şeyə Rəblik sifəti verir. Aydındır? Şərik qoşduğu şeyə Rəblik sifəti verir. Rububiyyə tövhidindən nəsə başa düşməyən olduğu qardaşlar, harasa qaranlıq qalırsa deyin, qaydaq təzədən izah edək inşallah. Rububiyyə odur ki, rububiyyə iman eləmək, Allahın üç şeyə iman eləmək deməkdir. Allahın yaradan olduğuna, mülk sahibi olduğuna və işləri idarə etdiyinə iman eləməkdir. Və inşallah ayədə atacağım sizin üçün dəlil də əzbərləyirsiniz inşallah. Çünki dəlil əzbərləmək vacibdir. Bəzən görsən insanlara danışırsan, dini təbliğ edirsən, dəlil yoxdur. Yəni, belə olmaz. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, mən, Peyğəmbərin dilindən deyir, mən və mənimlə olanlar dəlillərlə Allahın dininə çağırırıq. Dəlillərlə. Ona görə dəlil vacibdir, öyrənmək vacibdir. Barakallahu fikum. Kimsə sualı var mı bu barədə? Verin, sual verin, çəkinməyin. Şirk barədə, rububiyyə barədə, tövhid barədə nə sualınız varsa verin inşallah. Selamun aleyküm. Aleykümselam və rəhmətullah. Ya xeyr, bu insan uluhiyyədə şərik qoşursa, dedik ki, rububiyyədə də şərik qoşur. Və əsma və sifətlər də daxildir bura, yoxsa? Əsma və sifətlər, inşallah bunu gəlin dərs keçəcəyik, gözəl qardaş. Əsma və sifətlərdə əslində şirk necə olur? Əsma və sifətlərdə əsl olan o ki, imkanla isbatdır. Aydındır? Yəni, isim və sifət tövhidində əsas budur. Biz deyirik ki, uluhiyyədə, rububiyyədə şirk məsələlərdir. Əsma və sifətdə inkar və isbatdır. Yəni, küfür məsələsidir. Bax, isim və sifət tövhidində necədir? Biz deyirik ki, Allah Taala'nın isim və sifətlərinə iman eləyirik. Hə? Allah özünü vəsf elədiyi kimi nə deməkdir? Yəni, Allah Teala Quran-ı Kərimdə vəsf eləyir ki, mən beləyəm. Hə? Mən eşidənəm, görənəm və s. Bu cür iman eləmək və Rasulü sünnətində Allahı vəsf elədiyi kimi. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə xəbər verir ki, Allah Teala belədir. Bu cür iman eləmək. Bir də ki, orada 4 şeydən uzaq durmaq lazımdır ki, bidətçi olmayasan və yaxud da ki, küfrə düşməyəsən. O da nədir? Təhrifdir. Yəni, təhrif eləmirsən. Allah Teala deyirsə ki, Allah Teala eşidəndir, eşidəndir və salam. Yəni, sən bura gəlib demirsən ki, yox, orada eşitmək deyil, orada qəsdi bilməkdir. Yəni, biz deyik, bu təhrifdir, sən təhrif edirsən Allahın ayəsini. Təhrif nədir? Yəni, təhrif odur ki, olduğu məqamdan, olduğu mənadan başqa bir məna sən ora izafə elədin, artırdın. Başa düşdün? Yəni, sən bunu apardın, başqa bir şey otuzdurdun yerinə. Və budur təhrif. Sən təhrif eləmirsən. Gəldiyi kimi deyirsən ki, Allah Teala eşidəndir və salam. Tətil eləmirsən. Tətil eləmək o deməkdir ki, yəni bu məlumat üçün deyirəm, bu inşallah gələn dərs olacaq. Tətil o deməkdir ki, Allahın sifətlərini inkar eləmirsən. Quran-ı Kərimdə gəlibsə qəbul eləməlisən, isbat edirsən və salam. İsim və sifətdə dedik ki, əsas qayda odur ki, isbat və inkardır, nəfidir. İsbat edirsən, Allah və Rasulü isbat elədiyi kimi, bu 4 şeydən uzaqlaşıb, təhrif eləmirsən, inkar eləmirsən, Allah Taala'nı bənzətmirsən və keyfiyyət vermirsən. Allah'a bənzətmirsən, yəni o deməkdir ki, ona deyirlər misil. Allah Teala Quran-ı Kərimdə nə deyir? Leysə kəmitlihi şeyun. Onun mislində heç bir şey yoxdur, yəni bənzəri heç bir şey yoxdur. Yəni bir insan deməsi ki, Allah Teala, yəni biz Allah vəsf edən nə cür deyirik? Deyir ki, Allah Teala leysə kəmitlihi şeyun və huvəs-səmiul basir. Və fikir verin, hansı ibarə çətin gəlsə, qayıdın soruşun ha. Ola bilər ki, hansı başa düşməsiz, qayıdın soruşun. Yəni bu sizdən həm tələbimdir, həm də xahişimdir. Qayıdın soruşun. Çünki başa düşməlisiniz qardaşlar, vaxtımız boşa getməsin. Mənim istəyim sizin başa düşməyinizdir. Biz deyirik ki, bax, ayə gətirdim. Allah Teala deyir ki, leysə kəmitlihi şeyun və huvəs-səmiul basir. Bu ayə elə sənə bu isim və sifəti başa salır. Deyir ki, Allah Taala'nın bənzəri heç bir şey yoxdur. Sonra deyir ki, o eşidəndir və görəndir. O huvəs-səmiul basir. Eşidəndir və görəndir. Birincisi inkar eləyir ki, Allah kimi yoxdur ha. Sonra isbat eləyir ki, Allah Teala eşidəndir, görəndir. Deməli, isim və sifət nədir? İnkar edirsən, Allah hansı ki o şeyləri özündə inkar eləyib və isbat edirsən, hansı ki Allah və Rasulü Allah barədə o şeyi isbat eləyib. İnşallah bu şeylər gələcək, yavaş-yavaş. Çünki birdən-birə məlumatı yükləyəndə insan beyninə o biraz çətin olur. O tövhid məsələləri biraz ağır məsələlərdir, qardaşlar. Sonra məsələn, keyfiyyət vermirsən. Bax, demirsən ki, Allah Taala'nın məsəl üçün əl sifəti gəlib, eləmi? Demirsən ki, Allah Taala'nın əli belədir. O demək olmaz. Çünki hardan gəlib ki, sən xəbər? Başa düşdün? Quran və sünnədə varmı? Allah Rasul deyirmi ki, Allah Subhanahu əli belədir? Və yaxud da Allah Subhanahu öz kitabında vəsf eləyibmi? Mənim əlim belədir. Yox. Ona görə də bu qızıl qaydadır. Allah Teala nəyi inkar edirsə, inkar eləyirik. Məsələn, Allah Teala nəyi inkar edib öz barədə?
Deyir ki, la ta'khuduhu sinatun və la nawm. Onunla mürgü tutar, nə də yuxu. Biz deyirik ki, Allah Taala mürgü tutmaz, yuxu tutmaz. Bunu inkar edirik Allah barədə. İndi burada bəzi məsələlər də var, onu gələndə sizə izah edəcəm inşallah. Allah Taala nə? Subhanallah. Allah bütün nöqsan sifətlərdən münezzəhdir. Nəf elədik və isbat edirik ki, Allah Taala görəndir, eşidəndir, bütün kamil sifətlərə məxsus layiq olan Rəbb Subhanahu va Taaladır. İsim və sifətlərdə axı əsas budur. Bəziləri gəlib deyirlər ki, məsələn, sən deyir Allaha niyə əl nisbət edirsən ki? Sən deyir o bəzi əşarilər var ya, o müasir. Deyir Vəhabilər deyir Allaha deyir cisim verirlər və yaxud da Şiələr deyirlər də bunu. Deyir ki, siz deyir Allaha niyə cisim verirsiniz ki deyir. Biz deyirik ki, qardaş, biz nə vaxt Allaha cisim verdik ki? Yəni sən Allahın əli var deməklə Allaha cisim versən, deyir ki, hə. Çünki o sən niyə elə deyir, qardaşlar? Yaxşı, sual verirəm, o niyə elə deyir? Bax, gəl sənə deyir ki, məsələn, bax, Hüsü qardaş, eşidirsinizmi məni? Qardaş buradadır mı? Eşidirsinizmi?